qəzetəsinə müsahibə verdi. Heç bir verilişə çıxmayan Qasımova milyonların seçimini ATV mağazini seçdi. Xalq artisti Nisə xanım Qasımova kimə və hansı səbəbə göz yaşı axıtdı? Bu başladı, dayanmır. Ardınca neyim, həssasam da, belə həssasam da. Dərdim var kucak kucak, qəlbim buz kimi sazak. O kimlərə meydan oxudu? Mənim əlacım olsaydı, hər kəsi bu ifadələri görə əllərimlə dağım eləyərdim. Bütün bunlar az sonra. Hələliksə qaydaq lap əvvələ. Bəlkə də çoxlarınız inanmayacaqsınız. Amma ATV mağazin bunu da elədi. Kameramızda götürüb qəfildən Nisə xanım Qasımovanın evinin qapısını döydü. Görün xalq artisti necə təəccübləndi. Vüqar, özü kalırıyla. Vay. Mən gedirəm axı, Vüqar. O bu dəfə qarşımıza tək yox, nəvələri ilə çıxdı. Mənim nəvələrim kim olacaq ki? Uşaqlarım, balalarım. Xoşbəxt ailənin əsas səbəbkarı isə Nisə xanımın həyatda yeganə sevdiyi, fəxr elədiyi oğlu Fətulladır. Çox keçmir o da ATV mağazinə görünür. Bağırın bana yanım bakalım. Hey, gel oğlum. Hadi başa niye? Gel oğlum. Oğlum Fətullah, Hacı Fətullah. Məşədi Emin, onun dostu. Sizdəki, bax da Bursa'ya gəlməyə. Bilirsiniz ki, sizi çox istəyirəm. Gələk çəkək. Evdə, yəni həmişə adam olur da, ya Həcinin dostları olur, ya mənim öz rəfiqələrim, ya qohumlar. Burada yaşayır. Burada yaşayır. Burada yaşayır. Burada bilir ki, siz ayrı olursunuz, mən ayrı, məsələ olur. Bir yerdə olur. Fətullah bizim üçün bambaşqa bir evad olub da, çox qəşəng idi, yumru, saçları vardı belə, qaçardı ora, qaçardı bura, yəni lap körpəliyindən, 8 günlüyündən rəhmətli anamla mən, ikimiz ona baxardıq da. O zaman Fətullahın 2 yaş yarım idi, yaşı 2 yaş yarımlıq idi. Fətullah təkdir, nə bacısı olub ondan sonra, yəni nə də ki, qardaşı. Nisə xanımın yaradıcılığına hansı bizə qaçıb yaradıcıda qaldı ki? Mən satdım nəfsinə. Fətullah elə adını çəkdiyi Məni satdı nəfsinə adlı mahnının klipinə də çəkilib. O imkanlı şəxsləri, hansı ki, o qız üçün subalar alır, brilyantlar alır, həm imkanlı şəxsi Fətullah'a zorla o filmdə iştirak eləməyə biz vaad eləmişik. Məni satdı nəfsinə, alışdım baxa-baxa. ATV mağazin verilişinin obyektivliyinə inanan xalq artistinin müsahibə boyu ATV mağazin dilindən düşmədi. Qapı hər zaman ATV mağazinin üzünə açıqdır. Niyə görə? Ona görə ki, ATV mağazin hər zaman mənə qarşı çox obyektiv yanaşıb. Nə olur olsun, düzü düz, əyrini əyri göstərə bilib. ATV mağazində qurma, qondarma mən görməmişəm. Mən neçə illərdə oxuyuram, mən hər halda müəyyən təcrübəm var mənim. Amma bu xoşbəxt ailənin də başını bir müddət əvvəl qara buludlar aldı. Bu sadəcə və sadəcə elə bil ki, düşmənçilik edirlər mənə, yəni eynirlər. Mənə belə gəldi ki, o dilləri, o Rusların bir dənə söz var, konyet sveti. Elə bu ki, dünyanın axırıdır. Mən onda istərədim ki, mən canavara dövmüşdüm, mən vəhşiyə dövmüşdüm. Mənim əlacım olsaydı, hər kəsi bu ifadələri görə əllərimlə dağım eləyərdim. Amma çox keçmədi, yayılan xəbərlər təsdiqini tapmadı. Sən haqqı tapdalaya bilməzsən, haqqı vura bilməzsən, haqqı həmişə öz yerini tapır. Bir halda ki, məndən üz istədilər, mən düşünürəm ki, yəni, üz istəməyin özü də böyüklüdür. O, ailəsini sənətindən belə üstün tutur. Ailəsinə görə sənəti də qurban verər. İş o yerə gəlib çata bilər ki, mən oxumağıma son qoya bilərdim və ömür boyu da mətbuatda, bütün hər yerdə bunu yayardım. Ömrümün axırına kimi yayardım bunu ki, mənim oxumağıma son qoyan insanlar utansın, xəcalət çəksin ki, çünki mən insanların üzünə həmişə alnı açıq, üzü ağ çıxmışam. Hissləri üzdə olan xalq artistinin söhbət anasından düşəndə gözləri doldu.
da qəhər onu boğdu. Göz yaşlarına yenə hakim ola bilmədi. Mənə belə gəlir ki, o deyirlər, böyük evdən gedəndə evin bərəkəti çekilir. Bərəkət tək yeməklə deyil axı. Evin, görürsünüz, mənə belə gəlir ki, o qara bulutlar olmayacaqdı. Yəni, anam sağ olsaydı. Evdə çalışırlar ki, bunlar olmasın. Çünki bu başladı, dayanmır. Ardınca, ne diyeyim, həssasam da, belə həssasam mən. Derdim var kucak kucak, kalbim buz gibi sazak, arzular. Axı o səhnəmizin hissəsidir. Həssas, təvazökar, məxməri səs sahibəsi, illərini sənətə bağlayan sənətkarımız. Amma bu onun kədər yox, sevinç gözyaşlarıdır. Nisə xanım indi sevdiklərinin əhatəsində, gözləri ancaq sevincdən dolu. Ben